Hər vaxtımız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natavan Camalzadə, kurikulum üzrə təlimçi hər birinizi salamlayıram. Bildiyiniz kimi artıq MİQ və sertifikasiya imtahanına az bir vaxt qalıb və bu az müddətdə siz çalışmalısınız ki, mütəmadi olaraq sınaqlar işləyəsiniz, testlər işləyəsiniz, situasiya tipli sınaqlar işləyəsiniz ki, sizin kurikulum bilikləriniz daha da təkmilləşsin və imtahanda situasiyanı oxuyarkən siz sualı görə biləsiniz. Yəni, bu bacarığı formalaşdırmaq üçün təbii ki, çox test işləmək lazımdır. Və biz də bugündən belə bir, deməli, tədbir həyata keçiririk ki, belə bir proqram həyata keçiririk ki, biz hər gün bir situasiya izahı paylaşacağıq. Hər gün olacaq bu. Yəni, imtahana addım-addım öyrənək. Və bunun üçün siz bizim YouTube kanalımıza abunə olun ki, hər gün paylaşılan situasiya suallarının izahından xəbərdar olasınız. Baxırıq suala. Sualda qeyd olunur ki, sizə sinifin məktəb tədbirini təşkil etmək tapşırılmışdır. Siz büdcədən kənar çıxmamaq şərti ilə müxtəlif xərclər, səhnənin bəzədilməsi, müxtəlif avadanlıqların hazırlanması və s. üçün vəsait ayırmalısınız. Yəni, ilk öncə tədbirin büdcəsini hesablamalı, daha sonra tədbiri həyata keçirmək üçün layihə hazırlamalısınız. Fəaliyyətə əsasən müəllim inteqrasiyanın hansı növünü reallaşdırır? Cavablara baxaq. Mənim izahımdan öncə çalışın özünüz videonu saxlayın, cavabı deyin və sonradan izaha baxın. Baxın, mənim dərsimə qoşulan müəllimlər bilirlər ki, biz inteqrasiya mövzusunu keçərkən mən izah eləmişəm ki, gördünüz ki, hansı situasiyada layihə işi var, 100% demirəm. Amma çox vaxt situasiyadan asılı olaraq bu olur fən üstü inteqrasiya. Fən üstü inteqrasiya. Buradan da göründüyü kimi situasiyadan, yəni siz məktəbin tədbirini hazırlamalısınız, tədbir keçirməlisiniz. Bunun üçün məktəbin büdcəsindən kənara çıxmamaq şərti ilə bu tədbiri siz həyata keçirməlisinizsə, təbii ki, burada inteqrasiya olaraq yalnız fən üstü inteqrasiyadan istifadə olunmuşdur. Bugünkü sualımızın izahı bu qədər. Növbəti situasiyalardan xəbərdar olmağınız üçün qeyd etdiyim kimi bizim YouTube kanalımıza abunə olmalısınız. Sağ olun müəllimlər, hər birinizə xoş dinləmələr.